de Sever başı bu yaxınlarda kitab doğdu bişirirəm. Mənə kömək edə bilərsiniz. Kömək eləyərəm, bəli. Nə lazım olsa yazarsınız. Resepti deyin də zəhmət olmasa nə bişirirsiniz? Şəkərpare hazırlayıram. İndi bir dənə sobada bir dənə də baxım gəlin resepti deyəcəm. Əlimizdə bunu hazırlayanda biraz çox belə eləyib sonra hazırlamaq lazımdır. Çox təşəkkür edirəm. Kifayət bazı, vallahi hazır. Deməli resepti deyirəm. Şəkərparənin resepti 1 stəkan duru yağ, 1 stəkan manlı, yarım stəkan şəkər tozu, 3 dənə yumurta. Yumurtanın sarısının biri üzəri üçün qalır. 1 çimdik duz, 2 paket vanil, 1 paket qabartma, bir dənə apelsin qabığının elə bir yarı hissəsini tölkaladım bura. 3 stəkan da un. Qəşəng bunları qarışdırıram, xəmiri yoğururam. Əvvəlcədən də canlı açanda 3 stəkan şəkər tozu, 3 stəkan su, 1 dilim də limon qoydum, qaynadı, şərbət oldu. Şərbətimizi də az 2 dəqiqə, 3 dəqiqə qaynatsaq bəs eləyir. Yəni qatı şərbət olmaz. Qatı şərbət olsa şəkərparələr bir gün qalandan sonra quruyacaq. Ona görə şərbət sulu olmalıdır.